Bura dəvət etmək istəyirəm. Hüquqşünas, hüquq sahəsində böyük bir təcrübəyə sahib olan və qadın hüquqlarının qorunmasına xüsusi diqqət yetirən Yunis Xəlilovu alqışlarınızla səhnəmizə dəvət edirəm. Xoş gəlmişsiniz. Buyurun. Biz olsun, çox sağ olun. Təşəkkür ederim. Mən biraz soyuqlamışam, üzürlü sayasız. Səsim biraz Sizin burada olmanız bizə yetərlidir, narahat olmayın. Bütün xanımlarımızı 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik eləyirəm. Onlara hər şeydən əvvəl, belə deyim, qadın xoşbəxtliyi arzulayıram. Qadınlar nə istəyir sualına cavab versək, yəni bunun kökündə nə durur? Təbii ki, buna psixoloji cavab verildi, buna fəlsəfi cavab vermək olar, sosial cavab vermək olar, hər cür cavab vermək olar. Qadınlar hüquqi baxımdan yanaşsaq da cavab vermək olar ki, qadınlar güc istəyir, özünü təsdiq istəyir. Yəni, özünü təsdiq. Nəyə görə? Bir dəfə mən bir sosial şəbəkə paylaşımı elədim. Daşa tutdu bəziləri məni ki, yazdım ki, bəzən ümumiyyətlə evdən başlasaq, qadınlar idarə etməlidir. Amma kişilər elə bilməlidir, bəlkə idarə edir. Nəyə görə elədir? Çünki həqiqətən bu günləri lap məişət mövzusundan götürsək, ailə münasibətlərində hər şeydən nəzarət xanımda olmalıdır. Niyə? Çünki ev idarəçiliyindən tutmuş, hətta bəzən kişi, belə deyək, işə gedir, düzdür, xanım da gedir təbii ki, amma evdə uşaqların tərbiyəsindən tutmuş. Bəzən elə olur ki, insan öz yaxın qohumunun belə bir də görürsən ki, doğum günü, yaxud da hansısa bir şeyi xatırlaya bilmir. Evdə xanım, yəni, mən o baxımdan deyirəm ki, yəni, evi belə xanım idarə etməlidir. Amma kişi bəzən elə bilməlidir ki, idarə edir. Birinci bundan başlayaq. Niyə özünü təsdiq? Yəni, qadın niyə özünü təsdiq etməlidir? Tarix boyu yanaşsaq, hamımız bilirik, yəni uzun bir keşməkeşli tarixdə qadınlar lap qədim dövrdən bugünkü günə qədər müxtəlif dövlətlərdə hüquqları tapdalanıb, bəzən əzilib, boğulub, müəyyən qanunlar qəbul olunub, ona hüquqlar verilib, amma müəyyən dövr keçəndən sonra o hüquqlar yeni alınıb və s. bir mürəkkəb dövr. Qədim Şumerlərdən tutsaq, Misir, Yunanistan, müasir dövr, yəni bu çox uzun bir proses olubdur. Mən özüm inkişaf kitabları oxuyanda həmişə açıq deyəcəm, yəni gizlətmirəm, İndi uğur qazanmış çoxsaylı insanlar var. Kişilər, qadınlar. Amma mən daha çox mənə təsir eləyənlər qadınlar olub. Yəni, müxtəlif sahələrdə uğur qazanmış qadınlar. Yəni, məsələn, necə öz sahəsi üzrədir. Məsələn, bizim üzrə götürsək, məsələn, hüquq sahəsi üzrə Agatha Christie götürək. Həyatına baxırsan, baxın, mən bir qədər əvvəl dedim ki, özlərini təsdiq eləmək istəyirlər. Çünki o qədər sıxma boğmada olublar tarix boyu ki, hər zaman düşünüblər ki, mən bunu bacararam, mən bunu edə bilərəm, mən buna qadirəm. Məsələn, niyə Agatha Christie deyirəm? Dedektiv yazardı, həmişə baxırıq, oxuyuruq o əsərlərini. Həyat yoldaşı xəyanət eləyir, əsər yazmaq istəyir, incidirlər, sən əsər yaza bilməzsən, sən mümkün deyil. 79-80 dedektiv əsərindən bugün dünyada bir nömrə dedektiv yazar halındadır. Yəni, ən çox, özü də ki, Shakespeare-dən sonra ən çox oxunan yazar kimi, belə deyək, bugünkü gündə ən çox əsərləri oxunan yazardır. Maria Curie, dünyada heç bir kişinin eləyə bilmədiyi bugünkü gündə həm fizika, həm də kimya sahəsində Nobel mükafatı alan xanımdır. Yəni, iki müxtəlif sahədə bugünkü günə qədər Nobel mükafatı alan hələ bir kişi olmayıb. Yəni, bir xanım, sonra hansı ki, sonradan həyat yoldaşı ilə birlikdə radium elementini kəşf edəcəkdir. Yəni, belə həddindən artıq çox sayılı misallar çəkmək olar ki, hamısı özlərini təsdiq ilə başlayıb. Yəni ki, bacarmazsan, bacarıram prinsipinin üzərinə qurulubdur. Yəni, bunlar nəyə göstərir? Özünü təsdiq. Eyni zamanda qadın nə istəyir? Qadın nə qədər, belə deyək, paradoksal, ziddiyyətli görünsə də sülh istəyir. Amma yeri gələndə savaş da istəyir. Yəni, nəyə görə? Hüquqları tapdalanır, məhkəmə proseslərindən dəfələrlə görürük. Niyə savaşır? Haqqını tələb eləsin. Tək burada yox. Yəni, sosial həyatda belə bunun dəfələrlə şahidi oluruq. Sülh istəyir. Niyə? Məsələn, tarixi baxımdan yanaşsaq, Atabəylər dövlətində, baxın, elə incə nüans detallar var ki, bəzən tarixçilər bu məsələləri ciddi qabartmalıdırlar. Baxırsan ki, Şəmsəddin Eldəgiz öz oğlu ilə Məhəmməd Cahan Pəhləvanla arası dəyir. Yəni, soyuqluq olur. Çıxır gedir Həmədana, yəni, düşünün,
Atabəylər dövləti təzə çiçəklənən dövrdür, ata-oğul münaqişəsi. Ortaya sülhü qoyan kim olur? Möminə xatın. Həqiqətən çox böyük xidmətləri olur ki, ondan sonra Atabəylər dövləti yaranan kimi süqut eləmir. Savaş istəyir. Niyə? Bizim, belə deyək, Tomris xanım cəsarətli, yəni savaş istəyir, yeri gələndə savaşır. Yəni, məni məğlub eləyənməzsən, məni torpağımı işğal eləyənməzsən, məni alçalda bilməzsən. O baxımdan yanaşsaq, yəni istədikləri və də əldə etmək istədikləri. Baxın, mən eyni zamanda Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisasında uzun illərdir, 15 ildir tədris edirəm konstitusiya hüququn. Mənim bir çox tələbələrim olubdur ki, indi xanım tələbədir, oxuyur və ondan sonra gedir hüquq mühafizə orqanlarında işləyir. Baxırsan ki, başlanğıcda qəbul olan vaxtlarda təzədirlər, deməli onlar hələ həyata təzə atılırlar, oxuyurlar, hüquq bir qədər sərtlik istəyir, hüquq bir qədər cəsarət istəyir bu ixtisas. Məsələn, müstəntiq olasan, hakim olasan, insan taleyini əldə eləyəsən. Baxırsan ki, birinci kurslarda bir qədər, belə deyim, məsələlərə emosional yanaşırlar. Hansı ki, o hüquqşünaslar ki, sonradan müstəntiq olur, hakim olur. Baxırsan ki, insan taleyini əldə eləyərkən verdiyi qərarlara, yəni necə radikal yanaşmalar, necə yeri gələndə ağıllı qərarlar. Yəni bir tələbəm vardı mənim, bu yaxınlarda bir 2 gün bundan qabaq telefonla danışmışam. Bəs Azərbaycan rayonlarının birində müstəntiq işləyir. İcraatında da bir qəsdən adam öldürmə işi. Deyirəm, bir vaxtlar sən bir pişiyi görəndə qorxurdun. İndi sənin icraatında qəsdən adam öldürmə işi, sən icraatında gör nələrə baxırsan, insan dindirirsən, hadisə yerinə baxışa gedirsən. Yəni, bizim xanımlar hansı sahə olursa olsun, orada mütləq uğur göstərir, uğurları olur. Yəni, bu idman sahəsi olsun, media sahəsi olsun, hüquq sahəsi, iqtisadiyyat sahəsi olsun, bizim xanımlardan çox tanınmış iş adamları, tanınmış jurnalistlər, tanınmış hüquqşünaslar, yəni hansı sahəyə baxsan, yəni uğurları, böyük uğurları görürük biz. Yəni, dünya üzrə də belədir də, bizim xanımların çox böyük uğurlarını hər sahədə biz görürük. Mən bu baxımdan həqiqətən fəxr eləyirəm bizim xanımlarımızına və onların qarşısında baş əyirəm və 8 mart münasibəti ilə, 8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə bir daha təbrik eləyirəm. Təşəkkür edirik. Minnətdarıq, Yunus bəy.